Mən bu həyatda pulsuzluqda görmüşəm, imkanlı həyatda görmüşəm, orta təbəqədə görmüşəm. Allah heç bir kişini imkansız, pulsuz eləməsin, pula ehtiyacı da eləməsin. Düzdür, hər kəsin pula ehtiyacı var. And ola Allaha, kişi var ki, ürəyin nəsə istəyir, ala bilmir, ailəsinə, anasına, bacısına, yoldaşına, nəsə almaq istəyir, nəsə hərəkət eləmək istəyir. Amma imkan ona əl vermir də. Allah həmən o kişilərə o qədər ruzu bərəkət yetirsin ki, hər gün ürəyi istədiyi hər bir şeyə ailəsinə, valideynlərinə, yoldaşına ala bilsin.